Dünya birjalarında qızılın qiyməti son bir həftənin ən yüksək səviyyəsinə qalxıb. Hazırda qızılın bir troya unsiyasının, yəni 31,1 qramının qiyməti 4466 dollar səviyyəsindədir. Ötən il dekabrın 26-sında qızılın qiyməti 4549 dollara ötərək rekord həddə çatmışdı. Qızıl qiymətində 2025-ci il ərzində 64% bahalaşma qeydə alınıb. Həmçinin 1979-cu ildən bəri ən güclü illik artım tendensiyası nümayiş etdirib. Analitiklərin fikrincə, qiymətdəki bahalaşma Amerika Birləşmiş Ştatları Federal Ehtiyat Sisteminin rəsmilərinin açıqlamaları, faiz dərəcələrinin endirilməsi ilə bağlı gözləntilərin artması və Venezueladakı geosiyasi gərginlik fonunda təhlükəsiz aktivlərə tələbatın artması ilə əlaqədardır. Gümüş isə 1,86 dollar artaraq 78,52 dollara bərabər olub. Bundan başqa, misin qiymətində də yeni rekord qeydə alınıb. Misin 1 tonunun qiyməti London Metallar Birjasında 1,5%-dək artaraq 13.187 dollar olmaqla rekord həddə çatıb. Ötən gün isə misin qiymətində 4%-dən çox artım qeydə alınmışdı. Noyabr ayının ortalarından bəri misin qiyməti 20%-dən çox, ötən il ərzində isə 42%-dək bahalaşıb. Ekspertlər qiymətdəki artım tendensiyasının təchizatdakı azalma fonunda davam edəcəyini bildirirlər. Eyni zamanda dünyanın bir çox yerində potensial mis çatışmazlığı ilə bağlı da xəbərdarlıq olunub. Qeyd edək ki, mis məlumat mərkəzləri və elektriklə işləyən avtomobillərin batareyaları kimi sahələrdə geniş istifadə olunur.